Salam, bugün sizlərlə müəssisə resurslarının planlaşdırılması sisteminə birlikdə baxacağıq. Əvvəlcə satışa daxil olduq, alış, anbar, xidmət məlumatları, istehsalat, statistika, xidmət alışı, xidmət satışı, bank mədaxil, bank məxaric, əmək haqqı, əməkdaş məlumatı və s. ƏDV-lər isə bəzən sahibkarlar istəyir, bəzən isə istəmir. Daxil oluram kassa məxaric, kassa mədaxil, kontragent hesabatı, kontragent məlumatı, əməkdaş məlumatı və s. Burada isə yaradırıq, silirik, yeniləyirik və yaddaş edirik. Gəlib bu hissədən qaymaya daxil olduqda avtomatik çıxır. Aşağıda qalıq borcu göstərir. Sonra yenidən satışa daxil oldum və menyuma keçid elədim. Bütün işi gördükdən sonra inteqrasiya edirsən, yaddaşa vurursan, sistemə köçür. Burada isə maliyyə aid olan hər şey, kontragent hesabatı, əmək haqqı, anbar, əməkdaş məlumatı və kontragent məlumatı. Burada alış pozisiyası, bank məxaric, kassa məxaric, burada isə satış pozisiyası. Daxil oluram istehsalat və ölçü vahidləri. Burada istehsala yenidən daxil olduqda qida istehsalat üçün istifadə olunan hər şey buradadır. Sonra yenidən qayıdıram menyuma, yenilə düyməsini vurduqda artıq avtomatik yenilənir. Bildiyimiz bütün sistem hər biri burada toplanıbdır.